Bir çox insan insultun yalnız qocalıq dövründə baş verdiyini düşünür. Lakin bu xəstəlik cavanlaşmağa davam edir. Gənclərdə insultun səbəbi çox vaxt aşağı fiziki aktivlik və düzgün olmayan qidalanmadır. Bundan başqa siqaret çəkənlərin səbəbsiz insult keçirtmə ehtimalı siqaret çəkməyənlərə nisbətən 2 dəfə daha çoxdur. Son dövrlər gənclərdə daha çox populyarlaşan və təhlükəli sayılan növlərdən biri də kriptogenik insultlardır. Səbəbi məlum olmayan insultlar kriptogen insult adlanır. Təəssüflər olsun ki, yəni təbabətdə belə bir şey də rastlanır. Səbəbi olmayan bir şey yoxdur. Ortada mütləq bir səbəbi olmalıdır və standart müayinələrlə ortaya çıxmayan xəstəlik digər daha dərin müayinələr tələb edir. Kongenital ürək defektləri, yəni anadan gəlmə ürək qüsurlarına rastlanan oval dəliyin vaxtında, zamanında bağlanmamasıdır. Digər səbəblərinin biri də bu trombofiliyadır, yəni insan orqanizmin trombların əmələ gəlməsinə yatkınlığı olmasıdır. Bəzən olur ki, gənclərdə ayaqda və ya qolda qəfil ağrı yaranır. Ancaq hematoma və ya şişlik olmur. Bunlar qan laxtalanmasını göstərən əlamətlərdir. Son 10 ildə bütün xəstəliklərin və əlxüsusda insultun gəncləşməsi rast gəlinir. Gənc insanlarda, yəni 50 yaşına qədər, 45, 30, 35 yaşlı insanlarda da bu insultlar rastlanır. Tək kriptogen yox, digər səbəbli insultlarda. Təbii ki, bunların əsas səbəblərindən biri də insanların deməli zərərli adətlərə yatkınlığı olmasıdır. Siqaretin daha çox istifadə edilməsidir, alkoqol içkilərdən istifadə edilməsidir. Ciddi nevroloji defisitlər də və əlillik də yarana bilər və bu insult keçirən xəstələrin arasında yüksək faiz ölüm faizi də var. Təbii ki, bu çox riskli bir xəstəlikdir. Ona görə də yəni bu xəstəliyin də gəncləşməsi bütün bəşəriyyət üçün böyük bir problemdir. Britaniyalı alimlər yaşı 50-dən aşağı olan insanlarda kriptogenik insultların səbəbini araşdırmağa başlayıb. Təcrübədə insult keçirmiş 18-49 yaş arası 546 nəfər və eyni sayda sağlam insan iştirak edib. İndə 20 qutudan çox siqaret çəkənlərin riski 4-7 dəfə yüksək olub. Alimlər gənclər arasında siqaret çəkməklə bağlı mübarizənin gücləndirilməsini tövsiyə edir. Çünki bu insultların sayını əhəmiyyətli dərəcədə azalda bilər.